Mən Allaha inanmıram. Belə sözlərlə bir həkimin hekayəsi başladı. Çox məşhur onkoloq olur və bu yalnız varlı, zəngin insanları qəbul edir. Günlərin bir günü başqa bir şəhərdə bu seminara getməli olur təyyarə ilə və təyyarə yarı yolda qəza şəraitinə düşür. Ona görə təcili təyyarəni endirməli olurlar. Endirdikdə doktor çox can atır ki, həmən seminara düşsün, çünki seminar məhz bunun üçün təşkil edilmişdir. Maşın kirayalayır və maşın da yolda ildırım çaxır deyən yolunu azır və çalışır, maşın palçığa düşür, çalışır maşını çıxartsın oradan, bu anda telefonu yerdən düşür və çox gileylənir, hər şey nifrət edir, ətrafda bir evi görür. Düşünür ki, zəng eləsin, heç olmasa desin ki, gələ bilmir. Qapını döyür, qapını bir xanım açır və xanıma deyir ki, telefonunuz varmı, mən zəng etməliyəm. Xanım deyir, ildırımda telefonlarımız işləmir. Ona görə gəlin keçin içəri, qurulanın, sonra gedərsiniz. Çayını verir və deyir, mən gedirəm dua etməyə. Dua etmək istəyirsinizmi? Bu anda deyir ki, nə dua? Dua nədir? Görmürsən başıma nə işlər gəlib. Xanım heç nə demir, gedir sakitcə duasını edir və geri qayıdır. Qaydanda doktor ona sual verir. Nə oldu? Kimə dua edirdin? Keçir duaların. Xanım deyir, bax o yatağın yanında harda ki mən dua edirdim, orada mənim çox xəstə bir uşağım yatır. O uşaq ağır onkoloji xəstədir və onu yalnız bir həkim müalicə edə bilər, amma o uzaqdadır, bahalıdır, biz onun yanına gedə bilmirik. Və mən əminəm ki, bir gün Allah mənim dualarımı eşidəcək və mən evladımı onun yanına aparacam. Bu sözləri dedikdə həkimin gözündən yaş axmağa başlayır. Gözünün qabağına təyyarənin qəzaya uğraması, maşının yolunun azması və bütün bunlar gözünün qabağından bir lent kimi axır və o anda deyir, Allah var, mən Allaha inanıram. Allah özü hər şey etdi ki, mən sənin yanına gəlim. Sənin duaların məni sənin evladının ayağına gətirdi. Mən inanıram təbii ki, duaya da, duanın gücünə də və Allaha da inanıram.